Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. İlk önce təbrik edirəm yeni evlənənləri, onların valideynlərini və yeni evlənənlərə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin etdiyi duanı deyirəm. Barakallahu lekum ve barakallahu lek ve baraka aleyk ve cema'a beynekuma fi hayr. Ümumiyyətlə, qardaşlar, dinimiz kamil dindir. İslam dini həyatın bütün sahələrini çox gözəl şəkildə bəyan etmişdir. Müqəddəs kitabımız Quran-ı Kərim insanın həyatda lazım olan, ona lazım olan hər bir məsələni açıqlamışdır. Həmçinin Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sünnəsi də bizi, yəni insanları hər bir xeyrə yönətmişdir və hər bir şərdən çəkindirmişdir. Və ümumiyyətlə, istənilən cəmiyyətin islah olunmasının yeganə yolu İslama dönməkdir. İslam dinini əməl etməkdir, şəriəti düzgün əməl etməkdir. İslam dinini əməl etmək, şəriəti əməl etmək hər bir xeyri əldə etməyə səbəbdir. Və hər bir fəsadın, hər bir şərin əsası da nədir? Şəriətə müxalif olmaq. Və dinimizin bizə buyurduğu əmrlərdən biri də evlənməkdir, ailə qurmaqdır. Evlənmək İslam dinində tək adət deyil. Evlənmək İslam dinində bir ibadətdir. Və insan evlənməklə, bu əməllə Allahın rizasını qazanır, Allaha yaxınlaşır. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, ey gənclər, yəni gənclərə müraciət edilir. Sizlərdən kim evlənməyə imkanı varsa, yəni həm maddi cəhətdən, həm fiziki cəhətdən o zaman evlənsin. Və görürük ki, biz bu gün görürük ki, bu dövrümüzdə bir çox səbəblər var. İnsanları evlənməkdən yayındırırlar, gəncləri evlənməkdən yayındırırlar. Bir çox səbəblər var, bir çox maniyalar var, şübhələr var. Məsələn, şübhələrdən biri, maniyalərdən biri budur ki, karyera qurmaq. Baxırsan ki, kişinin 50 yaşı var, amma hələ evlənməyib. Soruşursan, niyə evlənmirsə, deyir, mən hələ karyera qururam və s. Həmçinin qadınlara da aiddir. Bəzi qadınlar baxırsan, yaşları ötməsinə baxmayaraq evlənmirlər. Soruşanda deyir, mənim öz həyatım olmalıdır və s. Bu kimi şeylər sözsüz ki, gəncləri, cavanları evlənməkdən yayındırır və bu da fəsada gətirir çıxardır. Çünki dinimiz bizə erkən yaşdan, yəni imkan olduqda erkən yaşdan evlənməyi buyurub. Və evlənməyin də sözsüz ki, məqsədləri var. İslam dini müəyyən məqsədlər qoyub. Məqsədlərdən biri nəslin artması, həmçinin insanın özünü haramdan qoruması və s. Çoxdur səbəblər. Məqsədlər çoxdur. Və Allah Teala Quran-ı Kərimdə buyurur ki, وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا وَجَعْلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ. Allahın dəlillərindəndir. Fikir verin, Allah Teala Quran-ı Kərimdə evlənməyi neynədir? Öz dəlillərindən hesab elədi. Allah Teala buyurur ki, Allahın dəlillərindəndir. Nə? Ən xaləqə ləkum min ənfusikum əzvacən. Sizin özünüzdən, yəni insanlardan zövcələr yaratması. Allah Teala fikir verin, yeryüzündə olan bütün canlıların öz növündən onlara nədir? Zövcələr, yəni onların evlənmək üçün
eyni cinsdən olan qarşı cins yaradıb. Və bu da məqsəd nədir? Allah Teala buyurur ki, "Ən xalaqa lakum min anfusikum azwajan litaskunu ilayha." Onda təskinlik tapasınız. "Və ca'ala beynakum mawaddatan və rahmə." Və bu da məqsədlərdən biridir. Məqsədlərdən biri nədir? Təskinlik tapsın. Yəni rahatlıq tapsın, ünsiyyətdə rahatlıq tapsın. Və həmçində deyir, sizin aranızda məvəddə, şəfqət və həmçində rahmə, rəhmət yaratdı. Və bu da nədir? Uca Allahın dəlillərindəndir. Və həmçinin qardaşlar, ümumiyyətlə ailə ər və arvaddan ibarətdir. Yəni ailənin əsli bir kişi və bir qadından ibarət olur. Və əgər bu kişi və bu qadın ailəni düzgün qurarlarsa, xoşbəxt olarlarsa, bu xoşbəxtlik onlardan yaranan, törənən övladlara və həmçində onlardan törənən nəvələrə, nəticələrə və sair təsir edəcək. Yəni əsas olan bünövrəni düzgün qurmaqdır. Əgər ailənin bünövrəsi düzgün olarsa, o zaman ailə xoşbəxt olar. Və xoşbəxtliyin də səbəbləri var. Ailənin xoşbəxt olmasının səbəbləri var. Ən böyük səbəblərdən biri imandır. Ailəni iman üzərində qurmaq. Həm kişi, həm qadın əgər imanlı olarsa, o zaman bu ailə xoşbəxt olar. Və nə qədər imanları artarsa, çox olarsa, bir o qədər xoşbəxt olar. İmandan nə qədər payları çox olarsa, xoşbəxtlikdən də payları bir o qədər çox olar. Çünki məhz iman insanın qəlbini rahatlaşdırır. İman sayəsində insanın qəlbi rahatlıq tapır. Xoşbəxt ailə problemsiz ailə demək deyil. Yəni o demək deyil ki, ailə problemsiz olmalıdır, xoşbəxt ailə. Xeyr. Problemlər lüboy ailədə var. Və lüboy ailədə, istənilən ailədə var və istənilən ailədə olmalıdır. Lakin məsələ bu problemi ailə nə cür həll edəcək? Nə cür aradan qaldıracaq? Əsas budur. Və nə qədər iman olarsa, iman varsa, o zaman həmin ailə o problemi imanına görə qaytaracaq şəriətə, Allahın kitabına və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem'in sünnəsinə və bunu gözəl şəkildə, Allahın buyurduğu şəkildə həll edəcək. Səbəblər çoxdur, qardaşlar, ailənin xoşbəxt olmasına. İnsan əsas odur ki, ailəsini qorumalıdır, ailəsinin dağılmasına səbəb olan əməllərdən uzaqlaşmalıdır və ailələrin dağılmasına səbəblərdən ən böyük səbəb şeytandır. Bunu unutmamalıdır. Və insan ilk növbədə bilməlidir ki, onun bir düşməni var, şeytandır və şeytan bu ailənin dağılmasına can atır. Və ilk növbədə onunla mübarizə aparmalıdır. Şeytanla da mübarizə necə olur? Allaha qayıtmaqla. Başqa yolu yoxdur. Allah Teala Quran-ı Kərimdə bir neçə ayədə bildirir ki, فَإِمَّا يَنْزَغَنَّكَ مِنَ الشَّيْطَانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللّٰهِ. Şeytandan sənə bir vəsvəsə gəldikdə Allaha sığın. Şeytandan qorunmağın yeganə yolu budur. Başqa yolu yoxdur. Allaha dönmək, Allahı zikr etmək. Və ona görə də insan bilməlidir ki, onun düşməni şeytandır və bu şeytandan qorunmaq üçün səbəblərdən tutmalıdır. Ən böyük səbəb də Allahın zikridir, Allaha ibadətdir, itaətdir. Və çox uzaqdır benim qardaşlar, Allah bizə eşidib faydalardan etsin, Allah mübarək eləsin bu ailəni. Allah Teala əməli salih zürriyyət nəsib eləsin, Allah şeytanın şərrindən qorusun. Valideynlərinə də göz aydınlığı verirəm, Allah mübarək eləsin. Və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və ashabihi ecmaîn.